Şəkinin Öyrət kəndində Bio Garden deyilən bir məkan var. Və qeyd edim ki, bu məkan Azərbaycanda agroturizmin, xüsusən də kənd yaşıl turizmin ən unikal nümunələrindən biridir. 8 hektar ərazini əhatə eləyən Bio Garden və 4000-ə qədər fərqli növlərdən bitkinin olduğu bir məkandır. Aprel ayından ta ki qış aylarına qədər yeyə biləcəyimiz müxtəlif növ meyvələrin, gilə meyvələrin yetişdirildiyi bir məkandır. Hər bir turist doyunca yeyə bilər, amma aparmaq istədiyi halda ödəniş eləmək lazımdır. Biz də bunun dadına baxaq, görürsünüz. Çox əladır. Yemək var, aparmaq pullandır. Demək, burada isə turistlərin əylənmələri üçün şərait yaradılır. Müxtəlif əyləncəli oyunlardır. Burada isə turistlər istirahət edə bilərlər. Müəyyən xidmətlərdən də istifadə etmə imkanları var. Bio Garden'ın yaradıcısı Etibar müəllim. Etibar müəllim, əliniz qolunuz var olsun. Var olasınız. Çox möhtəşəm bir məkan. Dəyər yaratmışsınız. Allah canınızı sağ olasın. Əsas qayəm Azərbaycan kənd təsərrüfatı potensialını insanlara göstərmək üçün. Torpaq, su gözəl bir nemətdir. Sadəcə dəyərləndirməliyik. Bəli. Bir də kəndin vaxtı çatıbdır ki, turizmə inteqrasiya, yəni kənd turizmi, yaşıl turizmin çərçivəsində insanlar elə bilən belə məkanları yaratmalıdır, özünə iş yeri açmalıdır və gözəl bu işlə məşğul olmalıdır. Tək Şəkidə yox, belə məkanlar Respublikanın hər bir rayonunda olsa, görün nə gözəl olar. Sadəcə Bio Garden bir örnəkdir, bir stimuldur ki, yəni bunu yaratmaq olar. Azərbaycanın hər cürşəsində bunu yaratmaq olar. Sadəcə əziyyət çəkmək lazımdır. İlk növbədə vətən sevgisi. Bəli. İlk növbədə ki, mən bir vətəndaş olaraq dövlətim, vətənim üçün nə yarattım? Mən qururanım o mənadır ki, bura çoxlu sayda gələn insanların hər birinin üzü gülür. Meyvədən dadır, güldən ətir, yəni istirahət edir. Payıza qədər hələ burada çox yeyiləsi meyvələr var. Bizdə başlayır aprelin sonundan yanvarın əvvəlinə qədər bura daxil olan insan meyvə ilə təmas edir. Çox əla. Çox əla. Hələ biz indi yaz mövsümündə gəlmişik. Bir yayda gələk, bir də payızda gələk. Hər ay bura gəlmək lazımdır ki, Bio Gardenin yaradıcılığı duyulsun. Təşəkkür edirik Etibar müəllim. Çox sağ olun. Sizi tanımaq da çox xoş oldu. Əziyyətinizin, zəhmətinizin bəhrəsini görmək də. Hər şey qarşılıqlı. Dəyərli dostlar, Etibar müəllimlə gəlin, həm söhbət olun. Etibar müəllimin zəhmətinin bəhrəsi olan bu meyvələri dadın. Onun komandasının zəhməti olan əl işini görün. Gəlməyə dəyər bir yerdir. Şəkinin hansı kəndidir? Öyrət kəndidir, amma buna Öyrət kəndidirsə insanlar biraz yanılır. Bu Hasan Xidmətdən kilometr yarım aralıdadır. Yəni şəhərin tam girəcəyində. Yəni Qəbələdən gəldiyimiz zaman Şəkiyə çatmamış solda. Bəli.